Salam əziz şagirdlər, bugün aldehidlər və ketonlar mövzusundan ilk 18 suala baxacağıq. Birinci sualda hansı reaksiyalardan aldehid alındığı soruşur. İlk reaksiyamızı tamamlasaq, bu birli spirtlərin mis-2 oksid iştirakında oksidləşməsidir və birli spirtlərin oksidləşməsinə aldehid alınır. Yəni birinci reaksiyadan alınır, bu doğrudur. İkinci də, burada da yenə spirtləri dəm qazı ilə, yəni CH3OH-a CO ilə təsir etdikdə burada birləşmə reaksiyası gedir. CH3COOH. Yəni sirkə turşusu alınır. Buradan aldehid yox, karbon turşusu alınır. 2-ni götürmürük. Üçüncüdə asitlenin civə duzları iştirakında hidratlaşmasından sirkə aldehid alınır. Kucherov reaksiyasıdır. Üçüncüdən də alınır. Dördüncüdə isə butanın oksidləşməsindən sirkə turşusu alınacaq. Yəni bizdən aldehidləri soruşur. Aldehid 1 və 3. Birincidə B variantı. İkinci, doymuş alifatik aldehid. Molekulunda atomların ümumi sayı 13, nisbi molekul kütləsini istəyir. Aldehidlərin ümumi formulu CnH2nO'dur. Molekulunda atomların sayı 13'dür. Aldehiddə ümumi atom sayı 3n plus 1 bərabərdir 13, n bərabərdir 4. Yerinə yazsaq C4H8O və bunun emerini hesablasaq, karbonun kütləsi 12'dir, vururuq sayına. Hidrogenin kütləsi 1, vurduq sayına. Üstə gəlsin oksigenin kütləsi və buradan da hesablasaq tapırıq ki, cavab 72 edir. 2-də C variantı. Üçüncü sual. Aseton molekulunda hidrogen atomlarının sayı atomların ümumi sayının neçə faizini təşkil edir? Asetonun ümumi formulu bu cürdür. Və yaxud da ki, başqa adına dimetil keton deyirik. Hidrogen atomlarının sayı 3, 6 dənədir. Atomların ümumi sayı 4, 8 dənə burada, 2 dənə də burada. 10. Və 6 da onun 60%-ni təşkil edir. Dördüncü sual. Maddə verib doymuş alifatik aldehid. Molekulunda pi rabitələrin sayı n, molekulunda sigma rabitələrin sayı 9n. Demək, alifatik aldehidlərin formulu CnH2nO'dur. Demək, və biz burada şərtdə n verdiyi üçün qarışmasın deyə formulumuzda n-ləri n' yazaq. Pi rabitələrin sayı bilir ki, aldehidlərdə bir dənə pi rabitə olur. Buradakı COH qrupundakı bir dənə karbonun oksigenin arasında pi rabitə var. Demək, pi rabitənin sayı n, yəni 1-ə bərabərdir. Molekulunda sigma rabitələrin sayı ümumi atom sayından açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksi bizə sigma rabitələrin sayını verir. Bərabərdir 9n, 3n' bərabərdir. N'i biz 1 tapdıq, 9'u vururuq 1'ə 9, n' də bərabərdir 3'ə. Aldehid molekulunda karbon atomlarının sayı, yəni n' işarə eləmişdik və biz onu 3 tapdıq. 4'də olacaq cavabımız C variantı. 5'də. Doymuş 2 atomlu spirt. Doymuş 2 atomlu spirtlərin ümumi formulu CnH2n üstə gəl 2O2 şəklindədir. Molekulunda karbon atomlarının sayı n-dir. Nisbi molekul kütləsi olacaq 14n üstə gəl 34. Doymuş alifatik aldehidlərin formulu CnH2nO. Burada da yenə karbonların sayı hər ikisində bizə deyir ki, n olsun. Nisbi molekul kütləsi 14n üstə gəl 16. İndi x minus y fərqini istəyir bizdən. X-i tapdıq 14n üstə gəl 34. Y-də 14n qarşısında x minus y deyir. Yəni bu formada yazsaq, sonra mötərizəni açaq. 14n üstə gəl 34 çıxılsın 14n minus 16. Buradan da cavabımız edəcək 18. 5'də B variantı. 6'da. Reaksiyanı tamamlamalıyıq. Demək, propenin üzərinə su gəlsək, burada 2 qat rabitə yanında hidrogeni çox olana gedib birləşir. OH isə hidrogeni az olana gəlir birləşir. Daha sonra bunun oksidləşməsi baş verir. Bu OH qrupu birləşdiyi karbon 2 karbonla əlaqəli olduğundan bu ikili spirtdir və ikili spirtlərin oksidləşməsindən alınır keton. Birli spirtlərdən aldehid, ikililərdən isə keton alınır. Aseton aldıq. İndi Y maddəsi üçün hansı ifadələr doğrudur? Hidrogenlə reduksiyasından propanol 2 alınır. Bəli, düzdür.
Bunu biz hidrogenlə reduksiya etsək, yəni reduksiyasından, necə ki bu propanol 2-nin oksidləşməsindən aseton aldıq. Asetonun da reduksiyasından propanol 2 alacaq. Yəni bir doğrudur. Gümüş güzgü reaksiyasına daxil olur? Xeyr. Gümüş güzgü reaksiyası ketonlar çox xarakterik deyil. Propion aldehidi ilə izomerdir. Bəli. Propion aldehidində də 3 karbon var, asetonda da 3 karbon var və bunlar bir-biri ilə siniflər arası izomerdir. 1, 3, 6 da Y variantı. Sonra 7. Alkagen və doymuş alifatik aldehid. Molekulunda karbon atomları sayı AA, yəni bərabərdir. Alkagen CnH2-2. Sigma rabitələrin ümumi sayı açıq quruluşlu karbohidrogenlərdə ümumi atom sayından bir vahid əksi 6-ya bərabərdir. N də bərabərdir 3-ə. İndi biz karbonun sayını 3 tapdıq. C3, H4. Alifatik aldehiddə də deyir ki, karbon sayı A-dır. Yəni karbonlar AA nə demək? Yəni bir-birinə bərabərdir. Onda aldehidlərin ümumi formulu CnH2nO-dur. Yerinə yazsaq C3H6O. Sigma rabitələrin ümumi sayı, yəni açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik. 3 üstəgəl 6 üstəgəl 1, bir vahiddə əksik edəcək 9. 7-də Y variantı. 8. Doymuş alifatik aldehid kütləsi A, oksidləşməsindən alınan turşunun kütləsi A plus 8. Demək, aldehidlər oksidləşən zaman çevrilir karbon turşularına. Karbon turşularında formulu CnH2nO2. Və görürük ki, aldehidimizin kütləsi A-dır, amma turşunun kütləsi A plus 8-dir. Yəni, neçə qram artım olub? Əvvəl A idi, sonra olub A plus 8. 8 qram artım olub. Görək, 8 qram artım olanda bizim nə qədər aldehidimiz var idi? A qram. Amma biz tənliyə baxsaq neçə qram artım olur? Bu 14-in hissəsi eynidir. Artım oksigenə görə olur. Əvvəl 16 qram idi, sonra olub 32. Nə qədər artım olub? 16 qram. 16 qram artım olanda nə qədər aldehid reaksiya daxil olur? Bilmirik, M yazaq. M-əni tapmalıyıq. Buradan da M bərabər olacaq. 16A bölünsün 8. Bu da edəcək 2A. 8-də olur A variantı. Sonra 9-cu sual. Doymuş alifatik aldehid kütləsi 29, tərkibində olan oksigenin kütləsi 8. Doymuş alifatik aldehidlərin formulu CnH2nO. Əgər aldehidin kütləsi 29 olarsa, tərkibində olan oksigenin kütləsi 8-dir. Kütləsinin altında bunun M-əni yazaq. 14-in üstəgəl 16 olduqda tərkibində neçə qram oksigen var? 16 qram oksigen var. Tapırıq ki, M bərabərdir 3. Aldehidin 1 molunun tam yanmasına sərf olunan oksigenin miqdarı. Aldehidimiz oldu C3H6O. Bunu yandırırıq. Alınır karbon qazı və su. 3 karbon. 3 suyun qarşısına yazırıq. Oksigenlərimiz 6. 9 dənə sağdadır. Birini buradan çıxdıq. Qaldı 8. 8-də 2-yə bölür 4 dənə. Yəni 1 molunun tam yanmasına 4 mol oksigen sərf olunur. 9-da olur D variantı. 10-cu sual. Doymuş alifatik aldehid molekulunda sigma rabitələrin sayı A-4, hidrogenləşmə məhsulunun molekulunda sigma rabitələrin sayı M. Demək, aldehidlər formulu CnH2nO. Sigma rabitələrin ümumi sayı A-4-dür və aldehidlərdə ümumi sigma rabitə ümumi atom sayından bir vahid əksik, yəni 3-ən. Aldehidlərin hidrogenləşmə məhsulu isə bir atomlu spirtlərdir. CnH2n plus 2O. Bunlarda da sigma rabitələrin sayı bərabərdir. Ümumi atom sayından bir vahid əksik, yəni 3n plus 2-dir. İndi biz M-i müəyyən etməliyik A-ya əsasən. Buradan A-nı tapsaq A bərabərdir. Demək, A bərabər olur 3n üstəgəl 4-ə. Və biz bu A-nın qiymətinə əsasən 3n üstəgəl 2-ni necə ala bilərik? Bundan 2 çıxmaqla. Yəni, M bərabər olur A-2. Onda olur B variantı. 11. Sənayedə asetaldehid hansı reaksiya üzrə alınır? Sənayedə birinci reaksiya üzrə alınmaz. Burada etilenin gümüş katalizator iştirakında oksidləşməsindən etilen oksid alınır. CH2 O CH2. Yəni birinci reaksiya üzrə alınmaz. İkinci reaksiyadan da 2 atomlu spirt alınır. Üçüncü reaksiyadan, yəni C variantından oksalat turşusu alınır. D variantı isə bəli, asetlenin hidratlaşması nəticəsində asetaldehid, yəni sirkə aldehidi CH3
COH alınır. Olacaq cavabımız D variantı. Y variantında isə metil spirtin oksidləşməsindən qarışqa turşusu alınır. Ona görə cavabımız olacaq D variantı. 12. Heksan və etanoldan ibarət 20 qram qarışıq. Heksan formulu C6H14. Etanol, yəni sirkə aldehidi. Demək, burada 20 qram qarışığımız var və hidrogenləşməsi zamanı qarışığın kütləsi 0,4 qram artır. Bunlardan hidrogenləşə bilən sirkə aldehididir. Yəni heksan alkanlar hidrogenləşə bilmir. Və əgər qarışıq 0,4 qram artıbsa, bunun artmağına səbəb etanoldur. Demək, 0,4 qram etanol imiş. Yerdə qalan 20-dən 0,4 çıxsaq, edəcək 19,6. 19,6 qram isə düşür heksanın payına. Bizə də ilkin qarışıqda heksanın kütlə payını istəyir. Heksanımız 19,6 qramdır. İlkin qarışığımız da 20. 19,6 20-nin əslində burada üzrlü sayım bir şey diqqətimdən qaçıbdır. Bunu silib. Burada hidrogenləşən reaksiyanı yazmalıyıq. Aldehidlərin hidrogenləşməsindən alınacaq, sirkə aldehidindən alınacaq C2H5OH. 0,4 qram artır. Yəni hidrogen hesabına görə 0,4 qram hidrogen sərf olunanda neçə qram sirkə aldehidi də sərf olunar bilmirik. Amma 2 qramına sirkə aldehidinin kütləsi 44. Və buradan tapırıq ki 0,4-ə vurub 2-yə bölsə 8,8 qram sirkə aldehidi var imiş ilkin qarışıqda. 20-nin 8,8-i etanaldırsa, yerdə qalanı, yəni 11,2 qramı da düşür heksanın payına. İndi bizə ilkin qarışıqda heksanın kütlə payını istəyir. İlkin qarışıqda 11,2 qram heksan var idi. O da ilkin qarışığın kütləsinin, yəni 20-nin 56%-ni təşkil edəcək. 12-də B variantı. 13. Doymuş alifatik aldehid molekulunda protonlar sayı 32. Alifatik aldehidlərin formulu CnH2n-O. Protonların sayı, karbonun kütləsi 12, sıra nömrəsi 6, hidrogenin sıra nömrəsi 1, oksigenin sıra nömrəsi 8. Demək, karbonun 6 protonu var, vururam sayına, yəni N-ə 6N. Hidrogenin sıra nömrəsi 1, vurdum sayına 2N. Oksigenin protonu 8, vururuq sayına 1-ə, edir 8. Bərabərdir 32. 8N bərabərdir 24, N bərabərdir 3. Formul olur C3H6O. Və molekulunda sigma rabitədən ümumi sayını istəyirsə, ümumi atom sayından bir vahid əksi. Ümumi atom 10 dənədir, bir vahid əksi 9 edəcək. 13-də olur C variantı. Sonra 14. Nisbi molekul kütləsi 58 olan doymuş alifatik aldehid molekulunda hidrogenin atomları sayı atomların ümumi sayının neçə faizini təşkil edir? Demək, formul CnH2n-O. Yəni 14N üstə gəl 16 bərabərdir 58. 14N bərabərdir 42. N bərabərdir 3. Formul C3H6O. Hidrogen atomlarının sayı 6 ümumi atom sayının, yəni onun 60%-ni təşkil edəcək. 14-də D variantı. 15. Hansı maddənin həm özü, həm də hidratlaşma məhsulu gümüş piroksidin amoyaklı məhlulli reaksiya daxil olur? Baxaq, etin. Etin nədir? Yəni asetlin. Həm özü, həm hidratlaşma məhsulu gümüş piroksidin amoyaklı məhlulli reaksiya daxil olsun. Asetlin gümüş piroksidin amoyaklı məhlullə daxil olacaq. Çünki yəni, o alkinlər gümüş piroksidin amoyaklı məhlulu ilə reaksiya daxil olar ki, 3 qat rabitəli karbonlarda hidrogen olsun. Və burada hər iki hidrogenin əvəz olunması baş verir və asetlinliklər alınır. Və hidrogen ayrılır. Və su ayrılır daha doğrusu. Demək, özü getdi. Hidratlaşma məhsulu asetlin hidratlaşmasından alınır sirkə aldehidi və sirkə aldehidi də gümüş bir oksidin amoyaklı məhlullar reaksiya daxil olur və sirkə turşusu əmələ gətirir. Yəni buradan o qənaətə gəlir ki, həm asetlinin, yəni etinin özü də onun hidratlaşma məhsulu olan sirkə aldehidi də gümüş bir oksidin amoyaklı məhlullar reaksiya daxil olur. 15-də A variantı.
16. Demək, birinci reaksiyadan nə alınacaq? Dihalogenli törəmələrə sinklə təsir göstərilib. Buradan alınacaq propin. Daha sonra bunun üzərinə su gəlsə, 2 qat rabitə yanında, 3 qat rabitə yanında hidrogeni, daha doğrusu burada alken alınır. Alkenin üzərinə su gəlsə, 2 qat rabitə yanında hidrogeni çox olana, OH da hidrogeni az olana birləşir. CH3. Sonra buna 2 oksidlə təsir göstəriləndə bu ikili spirtdir. İkili spirtlərin oksidləşməsindən alınacaq keton. Z maddəsi üçün hansı ifadələr doğrudur? Hidrogenləşməsindən propanol 1 alınır. Demək, bu səhvdir. Propanol 1 birli spirtdir. Bunun hidrogenləşməsində propanol 2 alınmalıdır ki, çünki ikili spirtlərin oksidləşməsi nəticəsində keton alınır. 1 yanlışdır. Molekulunda 9 sigma rabitə var. Sigma rabitələri saysaq, 3 dənə burada karbon hidrogen arası, 3 dənə burada 6, 7, 8, 9 dənə sigma rabitə olacaq. Gümüş güzgü reaksiyasına daxil olur. Xeyr, gümüş güzgü reaksiyası ketonların çox xarakterik deyil. Sənayedə izopropil benzolun oksidli katalitik oksidləşməsindən alınır. Bəli, düzdür. İzopropil benzol və yaxud da ki, kumol deyirik ki, onun oksidləşməsi nəticəsində fenol və aseton əmələ gəlir. Cavabımız olacaq 2-4 D variantı. 17-də etin və metanol üçün ortaq xüsusiyyət. Etin formulu C2H2, metanal HCOH. Suda yaxşı həll olur. Suda yaxşı həll olmaq bunlar üçün ortaq xüsusiyyət deyil. Çünki etin suda həll olunur. Molekulunda 3 sigma rabitə var. Burada 1, 2, 3. 3 dənə metanalda var. Etinin də quruluşunu çəksək. 1, 2, 3 dənə sigma da burada var. Bəli, bu ortaq xüsusiyyətdir. Gümüş piroksidin amoyakda məhlulu ilə reaksiyaya daxil olur. Gümüş piroksidin amoyakda məhlulu ilə bunların hər ikisi reaksiyaya daxil olacaq. Molekulunda 1 pi rabitə var. Demək, asetilində 2 dənə pi rabitə var. Amma metanalda isə 1 dənədir. Yəni, bu ortaq xüsusiyyət deyil. Cavab oldu 2-3 C variantı. 18. Hansı reaksiyalardan alınan X maddəsi asetondur? Birincisi birli spirtdir. Bu propanol 1. Onun oksidləşməsi nəticəsində alınacaq propanal. Yəni aseton ketondur, amma birincidən aldehid alınır. Çünki birli spirtlər oksidləşdikdə aldehid əmələ gətirir. İkinci, biri götürmürük. Demək, burada asetilin yox, daha doğrusu propinin hidratlaşmasından, asetilindən başqa digər alkinlərin hidratlaşması nəticəsində keton alınır. Elə buradan da əmələ gələcək aseton. 2 doğrudur. Üçüncü reaksiya, propenin hidratlaşması. Propenin hidratlaşması nəticəsində burada 2 qat rabitə yanında hidrogeni çox olana OH hidrogeni az olana birləşir və buradan propanol 2 alınır, yəni spirt alınır. Amma aseton deyil. Dördüncüdə bu izopropil benzoldur. İzopropil benzolun oksidləşməsi nəticəsində C6H5OH fenol alınıb, bir də aseton əmələ gəlir. 2-4. 18-də D variantı. Demək, aldehidlər ketonlar bölməsindən ilk 18 suala baxdıq. Növbəti videoda qalan suallara baxıb bölməni tamamlayacağıq. Suallardan hər hansı bir qaranlıq məqam qalmış olarsa, rəylərdə fikirlərinizi bildirə bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.